Axır ki Aysun atasıyla görüşdü. Aysun bizim Rəqsan İsmailovanın qızı Aysun xanım atasıyla. Amma belə pis kişi deyil. Belə kişidir də. İndi saçlı yaşlaşıb, saçı tökülüb, nə bilim, ay qaraldı. Adı Azərbaycan kişisidir. Saçı yerində, biraz buradan belə normal, nə bilim, bığı yerində, gözləri yerində, qaşları yerində. İlk dəfədir ki, yayımlanıb da Aysun İsmailovanın atası Yaşar bəyin onunla görüntüləri yayılıb. Bir də göstərim də sizə. Aysunun atasıdır. Normal kişidir, səlqəli kişidir. Rəqsana xanım pis kişi deyil, nə olub? Niyə görə sevməmsiz bilmirəm. Təbii ki, istinad edirəm müsavat.com-a. Verilişdə Rəngərəvi suni intellektlə Aysun atasının fotosu və videosunu hazırlayıblar. Süni intellektlə. Mən bildim görüşüb. Ötən gün Aysun İsmailova 28 ildən sonra ilk dəfə atasının səsini eşidib. İfaçının atası Yaşar bəy canlı efirə zəng edərək onunla danışıb, atasının səsini eşidən Aysun göz yaşlarını saxlaya bilməyib. Qızı ilə görüşmək istədiyini bildirən Yaşar bəy Aysunun adının Ayşə olduğunu deyib. Amma bilirik ki, illər öncə Aysun atasıyla görüşmək istədi, onun qapısına getdi, qapısını döydü, atası onu qarşılamadı, görmək istəmədi, filan filan. Aysun ola bilsin, onda Yaşar müəllim cavan olub, hələ o insanın bir kamillik vaxtı olub da, o hissləri yaşaya bilməyib də, qıza məhəbbət, övladıma məhəbbət filan filan. İndi yaşlaşıb, indi bəzi olur, atalarda, kişilərdə ki, artıq mənim övladıma ehtiyacım var. Yəqin ki, onlardan sonra düşünüb ki, Aysun qızına ehtiyacı var və qeyd edib ki, Aysunun adı Ayşədir.